Hoş gördük hər kəsi. Deməli, neyini bu videomuzda sizə yeni izah, özü elektron lövhədə. Vadər, buradan səni salamlayıram. Çünki neçə vaxtdır videolarda, şəxsidə filan da, hər yerdə, bütün sosial şəbəkələrdə yazsan ki, müəllim, boz ekran, boz ekran, ala sana boz ekran. Boz ekranda izah edəcəyik. Deməli, mövzumuz əməli yazı nümunələri. Yeri gəlmişkən, YouTube-da var əməli yazı nümunələri. Orada da çox gözəl rəylər filanlar var. Biləm oradakı, mənə o müdavinləri niyə elə səs salır? Cəmaət pul ödür, neyinə verdi? Bunu elə bilmədiklərini soruşur. Nəzərə alsaq ki, əməli yazı nümunələrdə ən yaralı yerimizdir. Tövsiyə edirəm ki, diqqətlə qulaq asın, biləm deyə çox danışdım. Mənim, keç də dərsin. Əməli yazı nümunələri. Əməli yazı nümunələri. Birincisi, bu əslində həyatımızın müxtəlif məqamlarında bizə lazımdır bu əməli yazı nümunələri. Biz rəsmi işgüzar üslubda sənətləri iki yerə bölmüşdük də. Bir vardı rəsmi sənətlər, bir də vardı işgüzar sənətlər. Saçın başım inşallah yerindədir. Bir də vardı işgüzar sənətlər. Rəsmi sənədlər sənlik mənlik deyil. Aydındır mı? Ona görə onların yazılması ilə bağlı harası bir quruluş forması yoxdur. Ona görə sizdən istəməyəcəklər. Gəl görüm konstitusiya nətər yazılır və yaxud da fərman nətər yazılır. Bunlar sizdən soruşulmayacaq. Siz o sənədlərin belə deyək də fərqini bilməlisiniz ki, nədən ötürüdür və s. və ilə. İstəsiniz mən o haqqda bir şifahi formada məlumat verə bilərəm. Hansı ki, yenə deyirəm, bunların quruluşu yox, daha çox məzmunu məsələsidir. Birinci, baxın, məsələn, konstitusiyadır. Onun bir formasından soruşulmayacaq. Sizdən ən çox soruşulacaq fərman və sərəncam məsələlərinin fərqidir. Sərəncam. Yadda saxlayın, fərman daha çox qanuni şeydir. Yəni, fərman qəbul olmuş qanun deməkdir. Fərmanda birbaşa, fərmanı verən şəxs, yəni prezident, birbaşa onun icraçısı olur. Yəni, belə deyək də, əgər günü bu günə qədər, məsələn, təxmini belə bir şey deyirəm də, deyək ki, ölkəyə maşın gətiriləndə, məsələn, 100 manat rüsum tutulurdusa, bu fərmandan sonra isə artıq, məsələn, 200 manat rüsum tutulacaq. Bu artıq fərman. Yəni, bütün idarələr, onunla bağlı olan bütün idarələr, nəm şəxslər, filanlar, sahibkarlar o fərmana əsasən hərəkət edir. Sərəncam isə, sərəncam, belə deyil, göstəriş vermə məqsədi daşıyır. Göstəriş. Aydındır mı? Yəni, bu qanun deyil, amma göstərişdir. Məsələn, deyək ki, prezident sərəncam verir ki, filan yerə şəhərlik salınız. Bəli, sərəncam verilir, müəyyən bir təşkilat, idarə o sərəncama görə gedir iş görür. Fikrim çatdı mı? Yəni, sanki prezident burada göstəriş verir ki, bunu eləyin. Amma fərmanda isə qanun qəbul edir ki, bu belə olmalıdır. Fikrim çatdırır mı? Yəni, bu ikisinin fərqi var bundan. Bir də əmr var. Əmr, belə deyək də, bunlara münasibətdə daha kiçik bir şeydir. Yəni, məsələn, fərman və sərəncam prezidentə aiddirsə, əmri idarə başçıları da verə bilər. Məsələn, mən bura rəhbəriyəm, belə deyək, əmr verirəm ki, tərana cəzalandırılsın. Allah eləməz. Davam edək. Yəni, əmri məktəb direktoru da verə bilər, nazirliklər də verə bilər, idarə başçıları da verə bilər, rektorlar da verə bilər. Fərqi yoxdur. Əmr. Bu belə. Burada elə böyle bir şey yoxdur. Və onda deyil, konstitusiyalardır, notalardır, bəyanatlardır, ondan sonra məcəllələrdir, İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə, nə məcəllə, hamısı rəsmi sənədlərə aid. İndi gəldik biz işgüzar sənədlərə. İşgüzar sənədlərdə artıq biz bunların müəyyən qaydaları var ki, bunları bilməliyik. İşgüzar sənədləri belə deyək, qruplaşdırsaq, qrup öyrənsək, bizə çətin olmaz. Məsələn, birinci qrup, deyək ki, burada belə deyək də, məktub xarakterli olanlar. Ən sadəsi məktubdur. Düzdür, biz məktub düşünəndə elə bilirik ki, elə məktub nətər olar yazır, amma biz yalnız salmalıyıq ki, hələ bu rəsmi işgüzar üslubdursa, burada normallıq daha çox gözlənilməlidir. Onsa bütün üslublar üçün ədəbi normalları gözlənilir. O cümlədən də buradadır. Biz məktuba deyirik ki, işgüzar sənədlərin içərisində ən rahatı, ən sərbəstidir. Amma bu, o demək deyil də, burada sənə verilən sərbəstlik nədədir? Buna sənə verilən sərbəstlik məzmunla bağlıdır. Yəni, sən bunun məzmunu 5 səhifə də yaza bilərsən, 5 kəlmə də yaza bilərsən, ürəyin istəyən bir şey yaza bilərsən. Məktubun daha çox forma və quruluşuna diqqət eləməlisən. Məktub 4 hissədən ibarət. Söhbət normal məktubdan gedir. 4 hissədən ibarət. Birinci salamlaşma hissəsidir. Salam filan kəs, düzdürmü?
Daha sonra orada gəlir fərqləndirici hissə, daha sonra gəlir ümumi hissə və nəticə gəlir nəticə və yaxud da buna sağollaşma hissəsi də deyə bilirlər. Məktub yəni 4 komponentdən ibarət olur. Məktubun məqsədi məlumat verməkdir. Amma məktubda keyf əhval da soruşular, məlumat almaq üçün də ola bilər və s. və ilaxır. Bir də var telegram. Telegram da məktubun bir formasıdır. Amma bunun adından da göründüyü kimi bu daha texniki bir şeydir. Telegramın özəlliyi odur ki, bu, məsələn, məktub 5 günə, 3 günə, məsələn, keçən dəfə mən bir bandrol göndərmişdim, burada Nərimanovda Xırdalana, 5 günə getdi, 5 manatda poçt haqqı aldılar, belə deyək də, nə qədərsə də orada bandrol filan. Amma boltla onu göndərsəydim, yarım saata çatacaqdı. Məsələn, belə xüsusi şeylər var Azərbaycan poçtunda, biləm ondan ciddi deyirəm. Telegram isə nədir? Telegramda məzmun göndərilir. Amma sənin yazı xəttinlə yox. Bu necə olur? Sən məsələn, deyək ki, uzaqdasan, atıram, Amerikadasan, Nərimanovda bir poçta telegram göndər. Gelirsən oradakı poçta ki, bəs mən telegram göndərməz. Diktə edirsən və ya hazır mətni verirsən, onlar onu klavişlə daxil edirlər, düyməni vururlar, artıq Nərimanovda onu kağızı alır. Yəni, sənin xəttin deyil artıq o. Fikir sənindir, Vaselit kimi üçün də. Məzmun sənindir, amma dedir. Və telegram da daha baha olduğu üçün, hər simvola görə pul ödəməli olduğun üçün məzmunu qısa olur. Çatmışam, narahat olmayın, filan vaxt qaydaram. Adının qısa məzmunlu olur. Telegramın da növləri var. Bir, adi telegram. Yəni standart, hansı ki bunu hər kəs edə bilər. Təcili telegram, vacib, təxirə salınmaz məlumatların ötürülməsi üçün istifadə olunur. Bir də var xüsusi telegram. Xüsusi telegram, xüsusi məzmun daşıdığı üçün bəzən bunu göndərən adamlar şəxsiyyət vəsiqəsi tələb edə bilərlər. Xüsusi dövlət əhəmiyyətli və s. olduğu üçün buna şəxsiyyət vəsiqə tələb edə bilərlər ki, bu önəmli məlumatı ötürən adam kimdir ki, sonra bunu tapa bilsinlər. Aydın, yadınızda qala. Və məsələn, deyə bilərsiniz ki, məsələn, telegram və ya məktub nəyə lazım? İndiki axı WhatsApp var, o birisi var, bu birisi var. Yadda saxlayın. Məsələn, sən dövlət tərəfindən ezamiyyətə göndərilmişsən, deyək ki, Fransaya. Ora getdin, çatdın, WhatsAppda yazın, mən çatmışam. Onun hüquqi əhəmiyyəti yoxdur. Telegram göndərməlisən ki, o telegram rəsmi olaraq dövlət qurumundan, yəni Azərpoçtdan keçməlidir ki, onun müəyyən bir samballığı, hüquqi əhəmiyyəti olsun. Fikrim çatdı mı? Yəni, işlər gəlib rəsmiləşəndə sənin WhatsApp yazışmağın və yaxud da hansısa bir sosial şəbəkə üzərindən göndərdiyi məlumat əhəmiyyət daşımır. Deyəcək, WhatsAppda kim ciddi alacaq? Ona görə bunlar vacib. Məsələn, sənə deyirlər, deyək ki, filan təşkilata məktub yaz. WhatsAppda yaz görüm. Məktub yaz. Belə. Məktub və telegram. Bunları dedik. Daha sonra gəldik bu reklam xarakteri olanlara. Reklam və elan xarakteri. Elan dəstəsi, belə deyək. Bu elan dəstəsinə aiddir nələr? Belə yazım da. Elan və ya bunu reklam kimi qəbul, amma daha çox elan tipində olur. Elə birinci elanın özüdür. Elan, belə deyək də, rəngsiz, musiqisiz reklam deməkdir. Aydın, pafossuz reklam deməkdir. Məsələn, hər yerdə olur da, baxırsınız, elan verilir ki, filan yerdə torpaq satılır. Və yaxud elan verilir ki, filan vaxtı konsert keçiriləcək. Elan verilir ki, nə bilim, bu gündən etibarən burada tikili işləri görüləcək, işinizi buna görə ayarlayın. Bir elanı nəzərinizə çatdırırıq və s. və elə. Elan məlumat vermək. Amma elan elə bilməyin. Elə mən bir A4 vərəq yazdım, yapışdırdım, ha tərəfə oldu elan. Elə deyil. Elanda məlumatlar və tarixilik dəqiq olmalıdır. Çaşdırıcı bir məqam ola bilməz. Elanın daha rəngli forması isə reklamdır. Reklam. Gündəlik həyatımıza girib çıxmayan şeylər. Və bu reklam. Reklam mənası da qışqırmaq demək gəlir bunun. Qışqırmaq. Yəni, zəhnəmizi tökən şeylər reklamlar. Kim çatdı mı? Reklamın özəlliyi nədir? Reklamın özəlliyi standart bir məlumatı pafoslu şəkildə izləyicilərin diqqətini çəkmək şəklində verilməsidir. Amma hər bir dövlətin reklam haqqında qanunu var. O reklam haqqında qanundan kənara çıxmaq olmaz. Fikrim çatdı mı? Məsələn, reklamların belə bir şey var da, reklamlarda əgər hər hansı bir səhv olsa, bir boşluq olsa, bundan çox yaxşı şəkildə istifadə edib, həmən reklam verən şirkəti məhkəməyə vermək olur. Çox bəsit şəkildə. Məsələn, adicə bir dənə ad çəkmirəm də, reklam olmazdı mənim YouTube kanalımda.
Məşhur bir içkinin reklamında belə verilir. Adlandırır, qanadlandırır yazılmıyor. Orada fikir verin, 3-4 dənə R verin. Ki, sən sabah onu məhkəməyə verirsən, deyəcəm, mən orada onu yazmamışam. Və üstəgəl, dərman preparatları və yaxud da şeylər hətta Türkiyədə daha dəqiqdir. Aşağıdan yazır ki, oradan barbar bağırır, aşağıdan yazır ki, həkimlə məsləhətləşin. Fikrim çatdı mı? Həmişə o yazı gedir. Və yaxud da hər hansı bir yağlı yeməyi və yaxud da qazlı içkini reklam eləyəndə türklərdə çox gözəl. Aşağıdan yazır ki, səhhətinizə diqqət edin, çoxlu duz, çoxlu şəkər istifadə eləməyin və yaxud da ki, meyvə və bəli, göyərti çoxluca yiyin. Fikrim çatdı? Yəni reklamın belə şeyləri var, özəllikləri var. Yəni bizdə tam da deyil, amma Türkiyədə və Avropa ölkələrində çox dəqiqdir reklamlar. Çox dəqiqdir reklamlar. Hə, sonra gəldik burada nə var? Afişa. Afişa daha çox incəsənətlə bağlı olan reklamlardır. Amma afişanın özəlliyi nədir? Afişa şəkildir, şəkil formasında. Məsələn, bu nümunə kimi yazın. Deyək ki, afişa formasında fərqi yoxdur. Altda, üstdə, hər yerdə. Məsələn, tarixi verilə bilər, nə vaxt keçiriləcək, tarix verilə bilər, saat verilə bilər. Məsələn, bu bir sirk ola bilər, bir tamaşa ola bilər, bir teatr ola bilər. Orada aktyorların adları verilə bilər. Və hətta afişanın içərisində bir neçə və yaxud bir dənə həmən tamaşadan şəkillər verilə bilər. Amma burada bir maraqlı söz oyunu var. Həmişə bunu deyirəm, xalq gedir səhv edir. Məsələn, 2 həftə sonra bir məktəbdə bir sirk olacaq və ya bir tamaşa gəlib göstəriləcək, düzdürmü? Hələ bu 2 həftə sonra olacaq da, mən ondan bir şəkil verə bilərəm. Yox, onun nə vaxtsa baş tutmuş versiyasından şəkil verə bilərəm. Afişa deyir ki, baş tutacaq tamaşanın foto şəkilləri. Necə ola bilər, bu baş tutmayıb? Fikrim çatdı mı? Tamaşanın baş tutmuş, hardasa baş tutmuş versiyasından şəkillər verilə bilər. İllüziya verilə bilər. Orada olmuşsa necə olsun? Yanınıza qalan tarixi verilir, saatı verilir, aktyor heyəti verilir, quruluşu rejissorun adı verilə bilər və s. və ilə axır. Bunlar normal. Sonra, burada daxili bildiriş. Bildirişin əsas məqsədi sadə quru xəbərdarlıqdır. Evinizə gələn qəbizlər bildiriş formasıdır və yaxud da ki, bildiriş forması paylanılır ki, məsələn, ödənişlərin vaxtını gətirin, ödənişlərinizi gətirin. Hədin özünüzə götürməyin. Fikrim çatdı mı? Hə, bildiriş forması budur. Bildirmək. Adı da üstünə bir şeyi bildirmək məqsəd daşıyır. Aydın, xüsusi bir quruluşu yoxdur. Burada nə vardı? Bir elə bir hansı gözümdən qaçır. Elan, reklam, afişa, anons. Anons da, afişanın səsli və videoçaq formasıdır. Əvvəlcədən nə vaxtsa süjetə gedəcək, ekranda göstəriləcək, verilişin, filmin, nə bilim, hər hansı bir sənədli filmin fərqi yoxdur, məlumatıdır. Bunu fraqmandan qarışdırmayın. Fraqman həmən filmdən kəsintilərdir, amma anons isə məlumat verməli, yəni filan vaxtı bu göstəriləcək, bax, aləmi qarışdırmayın bir-birinə. Filan vaxtı bu göstəriləcək, bəs bunu kimsə əsəyə gələcək sizdən? Hə, dedim, belə, davam eləyək. İki də burada treyler olur. Niyə yox deyə? Dolur, fraqman treyler. Yox, o deyil, anons treyler deyil. Sonra, anons, hər kəs bir videodan girib anons hazırlaya bilər, amma treyler rəsmidir. Gəldik şeyə, deməli, bunu dedik, orada, gəldik indi bizi gündəlik həyatda və iş həyatımızda rastlaşdığımız bir çox əməli yazı nümunələri, ərizə və izahat, tərcümə hal, nə bilim. Bax, buradakıları da müəyyən dərəcədə qruplaşdırsaq, birinci başda ərizə və izahat gəlir. Ərizə və izahat. Bu ərizə və izahatın quruluşları birə-bir eyni. Yəni, buradan deyirəm sizə, bu bizim ərizə formamızdır, düzdürmü? Ərizə formasının, bax, bu hissəsinə arıcılıq belə olmalıdır. Kimə? Bu kimə hissəsində yazdığın adamın ad, soyad, familiyası, belə deyək də, vəzifəsi və yaxud, məsələn, filan məktəbin direktoru, filan kəsə, kimdən? Yəni, yazan adamın da vəzifəsi və ad, soyadı yazılır. Burada, əgər bu ərizədirsə, burada ərizə yazılacaq, aydındırmı? Yox, əgər izahatsa nə yazılacaq? İzahat yazılacaq. Yəni, bunların quruluşu birə-bir eyni.
Bax, ərizə ilə izahatın bu hissəsi ilə bu hissəsi və bu hissə eynidir, bu hissə fərqlənir də. Sonra gəlir bir də məzmun hissəsi fərqlənir. Sizdən xahiş edirəm ki, nə bilim nə. Sonda da nə olur? İmza və nə? İmza və tarix. Əvvəllər, hələ bu elektron şeylər ortaya çıxmamışdan qabaq, tələb edirdilər ki, ərizə və izahat əl yazısı olsun. Amma indi deyirlər ki, A4-da yaz, amma imza və tarix düzgün olsun da. Baxın, burada həmişə vərəqin tən ortasından sağdan bu yazılır, solda bu künc boş saxlanılır. Buna, bax bu hissəyə, bu ərizənin izahatı kimə vermirsənsə, onun qeydi verilir. Buna da deyirlər dərkənar. Dərkənar. O məsələn, deyək ki, sən ərizə yazmısan ki, mən 2 gün sonra işə gələ bilməyəcəm. Xahiş edirəm, dərsim əvəzlənsin. Rəhbər də buraya yazılır ki, bəs icazə verilsin, və yaxud icazə verilməsin, və yaxud öyle oturduğun yer. Yadınıza qala. Bax, belə məsələlər deyik, buna dərkənar gedir. Bax, bu künc boş saxlanılmalıdır. Bu qaydadır. Ərizə və izahatın, bax, bu hissələri, bax, birə-bir eyni. Eyni. Amma bircə burada ad fərqlənəcək, burada isə məzmun. Bəs bu məzmun fərqi nədədir? Ərizə və izahatın həmişə deyək ki, maraqlı bir fərqi var. Demişdim orada. Ərizəni yazıb, sonra biz qələt edirik. Bəli, izahat isə qələtdən sonra yazılır ki, mən bunu niyə eləmişəm. Aydındır. Ərizəni yazıram ki, sabah işə gəlməyəcəm, izahatı yazıram ki, dünən işə niyə gəlməmişdim. Fikrim çatdı. Hə, üstə gəl. Ərizə xahiş ərizəsi ola bilər, şikayət ərizəsi ola bilər. Ərizənin bir neçə növü var. İzahatın isə bir də cəzalandırma şeyi var. Cəza hüququ var. Məsələn, standart olaraq bir tədris müəssisəsində belədir. Əvvəl izahatı alınır, sonra töhmət, sonra şiddətli töhmət, şiddətə qarşı, daha sonra da işdən xaric olunma. Aydındırmı? Yəni, izahatın ərizədən fərqi ona nə idi? Cəza elementi olması, cəzalandırmaq üçün istifadə edilməsi. Yadınızda qalsın. Allah heç kim izahat yazmaqda, buyur. Mən Agil Əlivin möhrü yoxsa hara möhür vuracam? Yox, o dərk. Xeyr. Yəni, Yox, niyə vurulsun? Özü bilər. Onun özü bilər. Bir ikisini yaz, mən sənə deyəcəm. Yazmısan, nə eləmişsən, nə? İşə gecikmişsən, dərsə getməmişsən. Yox, indi iki izahatları şeyə döndərəklər onsuz. Deməli, bu belə. İndi gəldik digər məsələlərə. Bax, kimliyin təsdiqi. Kimlik barədə, şəxs barədə. Bunu belə qəbul edək. Adını belə qoyuram da burada. Barəsində. Belə bir şey yoxdur. Belə bir anlayış yoxdur. Bunu özüm izah verirəm deyə, rahat olsun deyə, aydın olsun. Nə demək? Barəsində. Hər hansı bir şəxs barəsində bir neçə cür əməl yazılması var. Birinci tərcümeyi hal. Tərcümeyi hal. Hər hansı bir şəxs barəsində. Bizim bildiyimiz tərcümə hal standart tərcümeyi haldır. Tərcümeyi hal, belə deyək də, burada nə olur? Tərcümeyi hal, yuxarıdan adı yazılır. Qısa-qısa yazıram. Tərcümeyi hal, qısa-qısa yazıram. Sonra başlayır özü haqqında məlumat. Mən, düzdürmü? Bax, mən. Deməli, bu mənə nə daxildir? Doğum ili, yaşayış yeri, yəni hara doğulmuşam. Yaşayış, əgər yaşayış yoxsa yazır ki, belə yaşayış yoxdur. Daha sonra, orta təhsil, yəni orta və ali təhsil və ali təhsil varsa da, orta və ali təhsil, iş yeri və ya işləmir, aydınmı? Müəyyən yerlə bağlısa, müəyyən uğurları, əgər varsa elmi adları olar, müəyyən uğurlar o demək deyilib, filan vaxtı 5 almışam, belə yox. Mən mükafatı filanı varsa və yaxud da ki, hər hansı bir elmi adı nə vaxtsa alıbsa, məsələn, filanıncı ilə elmlər doktora ünvanını almışam və s. və ilə. Bunlar hesablanır. Hal-hazırdakı iş yeri yazılır və sonra gəlir nə? Ailə. Ailə tərkibində məsələ belədir. Ailə tərkibində yazılır ata, ana. O da necə yazılır? Atam filancı ilə doğulub, hal-hazırda işləyir, işləmir. Əgər vəfat edirsə, yazılır filancının dünyasını dəyişir. Bax, ailə üzvlərinin doğum ili aydındır mı? Varsa iş yeri, yoxsa sadəcə yazılır, işləmir və ya xanımlarda adını yazılır, evdar qadındır. Aydındır mı? Əgər, məsələn, bacı qardaşdırsa, hal-hazırda oxuyurlarsa, onların da təvəllüdü və hal-hazırda harada oxuyur və ya işləyirsə iş yeri, aydındır. Məsələn, əgər
fəzli ata oxuyub qurtarması bizə lazım deyil. İş yeri lazım. Məsələn, bacı hal-hazırda oxuyursa, yazır filan məktəbdə filan sinifdə oxuyur və yaxud da filan 7 sinifdə oxuyur. Məktəblidir və yaxud da qısa. O cümlədən burada sonra ailə üzvlərinin, həyat yoldaşı və uşaqlar. Və sonda da imza və tarix mütləqdir. Çünki sən bu imza və tarix qoymaqla deyirsən ki, bu tərcümə hal bu müddətə, məsələn, yazırıq bura ki, deyək ki, 15 mart, düzdür, bu müddətə etibarlı. Bəlkə sabah sənin növbəti uşağın dünyaya gələcək. Fikrim çatdı. Bu tərcümə halı şəxsin özü yazır. Tərcümə halın bir özəlliyi də odur ki, tərcümə hal 3 üslubda özünü göstərə bilər. Biri bax, bizim bu dediyimiz, hal-hazırda danışdığımız rəsmi işgüzar üslubdur. Sizdən soruşsalar ki, hansı əməli yazı nümunəsinə bir neçə soru rast gəlmə olar, bax, biri budur. Digəri elmi üslubda. Elmi üslubdakı tərcümə hal, biri ədəbiyyat kitablarına şair və yazıçıların həyat yazılığı var. Bax, odur. O da olan tərcümə halı. Digər isə publistik üslub. Publistik üslubda da hər hansı bir mətbu orqanında, televiziya verilişlərində hər hansı bir görkəmli şəxsiyyətin həyat və yaradıcılığının işıqlandırılması. Nə oldu abala? Anlatsan, çıxmasın. İşıqlandırılması. Yəni, deməli, tərcümə hala biz neçə üslubda rast gələ bilərik? 3 üslubda rast gələ. Amma mən danışdığım hansı üslub idi? Rəsmi işgüzar üslub idi. Bu tərcümə hal, kimliyin təsdiqi. Düzdürmü? Sonra gəldik. Növbəti isə arayışdır. Arayışın da məqsədi kimliyi təsdiq eləməkdir. Kimliyin təsdiqidir. Bu kimliyin təsdiqi məsələsi isə sən öz tərəfindən yazılır. İdarə rəhbər tərəfindən yazılır. Arayışın, məsələn, bu formasını mən sizə deyirəm. Düzbucaqlı çəkirəm, belə də ola bilər, fərqi yoxdur. Buradan ad yazılır, yəni sənədin adı yazılır, arayış. Burada ştamp olur, belə düzbucaqlı formada. Ştampda arayışın verilir tarix və ən əsasda arayışın həmən idarənin dəftərxana kitabındakı nömrəsi verilir. Nömrəsi. Buradan yazıram ki, arayış nömrəsini izah edəcəm onu. Sonra gəlir, verilir kimə və hansı məqsədlə verilir, kim tərəfindən verilir. Bu yazılır, verilir ona görə ki, məsələn, həqiqətən də Ruhəngiz burada işləyir, burada yaşayır, burada işləyib, burada yaşayıb, bu qədər əmək haqqı alır və s. və ilə axır. Təsdiq. Burada son hissədə ola bilər ki, konkret ünvan göstərilsin ki, kimə təqdim olur və yaxud da istənilən yerə təqdim olunmaq üçün verilə bilər arayış. Sonda da rəhbər adam, şəxsin imzası olur. Məsələn, həmən müəssisənin rəhbərinin imzası olur. Rəhbərin imzası. Aydındır. Və plus da burada nə ola bilər? Möhür. Baxın, deməli, arayışda həm ştamp var, həm də möhür var. Sən arayışı götürəndən sonra, həmən idarədə, dəftərxanda sənə bir sənədə imza atdırırlar. Dəftər kimi. Ki, bu nömrəli arayış filan tarixdə filan kəsə verilir. Sən orada imzalayırsan ki, bəli, mən bu arayışı almışım. Yəni, arayışın kötüyü, özəyi deyilən bir şey var. O dəftərxana kitabına bax, o olur. Yadımızda qalar. Deməli, nə oldu bizdə? Tərcümə hal, arayış kimliyin təsdiqi. Bir də var, xasiyyətnamə. Xasiyyətnamə. Xasiyyətnamə nədir? Xasiyyətnamə adətən hərbi, yəni ordudan, hər hansı bir idarədən, belə deyək də, oradakı şəxs haqqında, onun daha çox xarakteri haqqında verilən sənəddir, xasiyyətnamə. Ola bilər ki, məsələn, sən sahibi yeri işə girəndə səndən əvvəlki işindən xasiyyətnamə istəyərlər. Aydındır? Xasiyyətnamə istəyərlər. Xasiyyətnamə, baxın, arayışın kimliyi, bu arayış daha, biraz elə bir bundan daha ciddi sənəddir, amma xasiyyətnamədə daha çox sənin burada işlədiyin müddəti özünü aparmağın. Sosial işlərdə aktiv olmuşsan, özü məsuliyyət aparmısan, nə və burada da, tərcümə halda da sonda kim yazıbsa, deməli, həmən onun adı, soyadı, məsələn, idarənin rəhbəri filankəs, onun imzası və təbii ki, tarix. Xasiyyətnamədir. Əslində, siz Google-da istənilən əməli yazı nümunəsini tapıb eləyə bilərsiniz. Baxa bilərsiniz, amma mən sadəcə olaraq məntiqi ilə danışmağa çalışıram ki, o niyə var? Neçə dəqiqədir? Bilmirsən? 24 dəqiqə danışır. Həmçinin, motivasiya məktubu deyə bilərsiniz. Gəldiksə,
Etibarnamə. Etibarnamə, vəkalatnamə. Bunlardan danışım sizə. Etibarnamə və vəkalatnamə. Etibarnamə. Bunlar bir-birinə oxşardılar. Amma bunların özəlliyi nədir? Bunları sən tərtib eləmirsən. Bunların bəzən hazır forması olur. Və yaxud da bunların bəzən notarial təsdiqi tələb olunur. Bunların bəs özəlliyi nədir, müəllim? Bu şey nədir? Bax, deyək ki, götürək bu şokoladı. Bu mənimdir. Faktiki olaraq bunun sahibi mənəm. Amma faktiki sahib nə demək? Dövlət tərəfindən təsdiq olunmuş sahibi. Məsələn, bu maşın ola bilər, bu mülk ola bilər, bu torpaq ola bilər və s. və ilə. Mən etibarnamə verirəm ki, Dinaranın yuxudan oyanacaq inşallah. Hə, səsim o qədər məlahətlidir ki, buradakılar yuxu tutur. Hə, Dinaraya etibarnamə verirəm ki, mən olmayanda və yaxud mən olsam da belə, Dinara mənim adımdan bu adımları ata bilər. Bax, izah edirəm. Məsələn, bu mülk artıq mənim. Mənimdir də. Əliyev Aqilindir. Aydındır mı? Mən etibarnamə verirəm ki, Dinara bundan istifadə edə bilər və yaxud orada qeyd olunur. Sata bilər, hədiyyə verə bilər, üçüncü şəxsə etibar edə bilər və yaxud sadəcə deyək ki, məsələn, maşını sadəcə sürə bilər, başqa heç nə edə bilməz. Aydındır, qalan hər şey hüquqi məzmundan kənara çıxırar. Fikrim çatdıq, orada qeyd olunur ki, nə məqsəd? Bir də var, bax, bu etibar edirəm. Yəni, bu mənimdir, mən bunu Dinaraya etibar edirəm. Yəni, etibarnamədə faktiki sahiblik, belə deyək də, faktiki sahiblik məsələsi var. Bunu belə yadda saxlayın. Sonda o etibarnamə təsdiq edən qurumun rəhbərinin imzası, ştampı, nəminəyi. Vəkalatnamə isə nədir? Mənə bu şokolad göndərilib, hələ mənim deyil. Hələ sadəcə mənə göndərilib. Ad soyad mənimdir. Mən gedib götürə bilərəm. Bu söhbət sadə bir şeydən getmir də. Xüsusi əhəmiyyətli bir şeylərdən gedir. Məsələn, mən başıma gəlir. Mənə vəkalatnamə verdilər ki, mən tanışımın diplomunu universitetdən götürə bilim. Əks halda verməzlər. Şəxsin özünə verilməlidir. Diplom dövlət sənədi olduğu üçün. Hələ ona çatmayıb, amma ona ünvanlanıb, ona gəlib. Bu qiymətli kağız ola bilər. Qiymətli əşya ola bilər. Xüsusi sənəd ola bilər. Və s. və ilə. Mən gedə bilmirəm, vəkalatnamə verirəm ki, Dinara mənim vəkilim kimi gedər, mənim adımdan bütün hüquqi prosedurları imzalayıb, həmən mülkü götürə bilər, həmən əşyanı götürə bilər. Vəkalatnaməm budur. Etibarnamə mənim idi, faktiki. Hə? Reklam olmaz. Hə, nəsə. Sədə, etibarnamədə mənim idi, etibar verdim ki, alan eynirsən get. Vəkalatnamə isə mənim də, hələ məndə deyil. Yəni, məndən qabaq sən birinci gedib buna çatırsan. Hansı ki, mən gedib buna çatmalıyım. Bu da belə, bundan da danışdıq. Burada faktiki sahiblik, burada isə hələ mənə çatmır. Nəzir, belə, doğru bir şeydə danışaq. Hə, gəldik protokol və akt. Protokol və akt. Protokolun hətta bəzi nümunələri rəsmi sənəd hesab olunur. Söhbət gedir beynəlxalq protokollardan. Beynəlxalq protokollar artıq rəsmi sənəd kimi qəbul olunur. Yəni, protokol həm işgörən sənəddir, həm rəsmi. Amma biz təbii ki, qara millət olduğumuz üçün biz işgörən sənəddən danışırıq. Aydınmı? Protokol nədir? Protokol birbaşa iclasla bağlı anlayış. Yəni ki, cəmaət, iclas varsa protokol var. Bir yerdə iclas varsa protokol. Protokolun da özəlliyi nədir? Məsələn, sabahları məktəblərə gedəcəksiniz, məktəbdə işləyəcəksiniz, metod birləşmə olacaq. Güya onlar ildə 4 dəfə yığışırlar, şıdırığı bir işlər görürlər. Aydındır mı? Siz də o şıdırığı işin tərcih hissəsi olacaqsınız. Hə, bu protokol belə bir şeydir. Mənası da onsuz da bərək deməkdir. Birinci. Yorum gələcək ki, müəllim. Sözü müəllim, baxın. Protokol yazmış, ha? Hə, sonra deyəcəklər ki, özündə səhvi görmür. Aha, protokol. Onda bunda səhv axtarır. Hə, yazdım. Deməli, protokolun özünün mənası elə protokolus, birinci vərəq demək. Protokolda mütləq yuxarıdan, bu protokol yazılır, protokol. Protokolda mütləq onun nömrəsi yazılır. Məsələn, neçənci nömrədir? Məsələn, yazılır ki, nömrə 2. Aydındır. Və protokolda tarix verilməlidir və onun keçili yer verilməlidir. Sonra gəlir iclasa. İclasda, belə deyək də, əvvəl, bəli, gəl səni görsünlər. Deməli, hər bir iclasın gündəlikdə duran məsələsi var. Sana baxın o şey paylaşanda. Pəşə olur ha. Olsun da. Gündəlik. Gündəlik.
Hə, gündəlik. Deməli, gündəlikdə duran bir məsələ olur. Məsələn, deyək ki, gündəlikdə məsələ durur ki, növbəti rübdə məktəbdəki Azərbaycan dil dərsinin keyfiyyətini qaldırmaq. O da nə ola bilər? Mənasız sənət sünət. Aydındır. Bizdə Azərbaycan müəlliminə çox şey istəyirlər orta məktəbdə. Bir ona deyirlər ki, niyə uça bilmirsən? O qalır. Hə. Gözəldir. Nəsə, gündəlikdə duran məsələ. Sonra çıxışlar. Çıxışlar edir ki, məsələn, o bir çıxış deyir ki, bəli, zəif uşaqlarla ayrıca işləmək lazımdır, valideynləri bu şəkildə cəlb eləmək lazımdır, yeməyək, içməyək, nahar vaxtlarımızda da bir şeylə məşğullar, aynı bir gecələr uşaqlarla məşğullar, yatmayaq və bunların nəsə də belə. Oy, pafos çıxışları bizdə nə var? Sonra gəlir, qərar, eşidildi səsi, çıxış eləyənlərin mütləq adı soyadı verilməlidir. Məsələn, çıxışlar, bir, filankəz o filankəz. Məzmunu yazılır da, qısa məzmun. Onun nitqin hər bir parçası yazılır. Və nəhayət qərar hissəsi verilir ki, bəli, nə olmalıdır? Bu müəllimləri yatmamalıdır, yeməməlidir, istəməlidir, xeyrə şərəf filan azar etməyə getməməlidir və Şir Məmməd Hüseynqulunun təhsil səviyyəsini artırmalıdır. Aydındır? Bizdə belə olur. Və sonda da 2 imza olur protokolda. Deməli, bir, katibin imzası, hansı ki, bu protokolu tərtib edib, aydındır mı? Sonra bir də iclasın sədrinin imzası ki, bəli, həqiqətən də bu şeylərdən danışdıq güya. Heç kim necə danışmır. Aydındır. Hə, gəldi akt, bəli. Akt. Hə, akt hal vəziyyətlə bağlı, cinayətlə bağlı və s. digər məsələlərlə bağlana bilər. Arayış da cinayət işlərinə tətbiq oluna bilər. Ha, arayışın da belə özəlliyi var, aktın da belə özəlliyi. Yox, o başqa şeydir. Yox, o bu deyil, o sahib deyil, o biraz o rəsmi tərəfdir. Hə, akt. Deməli, aktda nə olur? Aktçı xüsusi komissiya lazımdır. Komissiya. Komissiya. Aydındır. Bu nədir? Bu bir vəziyyət baş verir. Axırıncından axırın. Bir dənə yoruldu səsimin. Hə. O yenə bir YouTube'da yazıb ki, evdə ərimdən çox sizin səsiz gəlir. Damı da yazıb ki, kaş həmişə sizin səsiz gəlsin. Ciddi deyirəm, valla. Qalmırsan belə məhtələ baxırsan. Deməli, akt gəlir komissiya. Akt hal vəziyyətlə bağlı bir komissiya yaradılır. Məsələn, deyək ki, Həcər Bey şuluq eləyib, vurub kursun şüşələrin zadını sındırır, onda var axı o. Niyə elə? Kim bilir hansı Həcərdir? Kim bilir hansı Həcərdir? Nə bilirlər ki, məhz sırf Ağsuda olan Həcərdir? Bilmirlər ki, düzdür, bilmirlər də. Hə. Hansı kənddir? Axtarıb taparıq. Hə. Növbəti videolarda bu qızın hətta əlaqə nömrəsində kimi yazanım. Deməli, akt komissiya. Hə, bu akt nədən ötürü tətbiq olunur? Bax, bu komissiya əvvəlcədən olan bir komissiya deyil də. Məsələn, deyək ki, məktəbdə bir şagird intizamsızlıq edir və yaxud da məktəbdə deyək ki, şagird sayı çoxalır, amma ona uyğun parta yoxdur. Fikrim çatdı mı? Və yaxud məhəllə sakinləri deyək ki, burada bir parkın salınmasını istəyir və yaxud burada bir neçə təhlükəli şey var, deyək ki, dam uçulmuş vəziyyətdədir, nəsə. Bir komissiya yaradılır, o süni bir komissiya yaradılır, belə deyək də, həmən akt üçün. Aydındır. Və burada nə olur? Akt belə başlayır. Baxın, akt bir neçə vərəqdən həyatda ibarət ola bilər. Yuxarıda ad yazılır, akt, aydındır mı? Sonra bu aktın hara tərtib olduğu yer və tarix verilir, və sonra aşağıdan gəlir. Biz bu aktı tərtib edənlər, kimlər? Burada tərtibçilərin yazıram, həmin komissiya üzvlərinin və yaxud tərtibçi və ya komissiya üzvləri eyni şeydir, aydındır mı? Tərtibçilərin, bax buna diqqət edin. Deməli, adı, soyadı, vəzifəsi, iş yeri, bax bunlar qeyd olunmaqla, aydındır. Məsələn, bir məktəb daxilinə verilirsə, məktəbin direktoru filankəs, direktor müavini filankəs, sinif rəhbəri filankəs, Azərbaycan müəllimi filankəs, imzamızla aşağıda təsdiq edirik ki, həqiqətən bu hal var. Məsələn, məktəbdə artıq keçən il nəzərən bu il 100 şagird sayı artıb, məktəbin inventarı bunu ödəyə bilmədiyi üçün məktəbimizə təcili olaraq bir lövhə, 70 dənə parta, nəsə də belə bir şey. Aydındır. Sonra gəlir nə? Aktın məzmunu. Aktın məzmunu veriləndən sonra aşağıda imzalar olur. İmzalar. Bu da nədir?
Bu imzaları niyə yazdım? Bu tərtibçilər var ha. Əgər burada 15 adamın adı çəkilibsə, 15 adamın da imzası olmalıdır. Yəni, bax belə. Ad, soyad, imza. 1, düzdürmü? Sonra yenə gəlir. 2, adam vəzifə yazılmır. Çünki burada artıq bir dəfə yazılır. Ad, soyad, yəni imza. 70 nəfər belə olsa, 70 nəfər imzası verilməli. Yadımızda qala. Bu da sizin üçün akt. Belə, ağırlı acılı bir videonun sonuna gəldi. Bugün artıq sabah artıq Novruz bayramıdır. Təbrik edirəm də, nə varsa baxacaqlar. Bayramınızı təbrik edirəm. Ocağınız gür yansın. Süfrəniz həmişə bol ruzulu. Gələn günlərinizdə gözəl olsun. İnşallah növbəti Novruzu növbəti uğurlarla qeyd edəsiniz. Baharınız həmişə təravətli olsun. Torpağınız bərəkətli olsun. Yaş dayandı. Hələlik.